Çıxardıb cibindən velosiped sepin mənim qardaşımın sıfatına çəkib. Bunun biri qardaşımı söyür. Pis nalayiq söyüşdə edir. Mən də qardaşımın cibində demə bıçaq. İkisini dərhal öldürür. Dərhal öldürür. Eşidən kimi anamın düz 8 dəfə ürəyə getdi. Onlar bıçaq götürüb gəlmişlər eve ki biz öldürsün. Qardaşımın arvadı tap baltı ilə durdu qapının ağzında. Boyunu uzatdıracağım içeri girsiniz. Qadın polkovnik olur, 27 yaşında dul qadın və prokuror. Bu güllələnlərə deyir ki, bura mənə tam. Deyir, məni alsan, mən səni qutarıram bu güllə. Biz Kremldə Brejnevlə görüşdük. Pushkin rayonu deyəndə Brejnev dedi, saxla. Anama dedi ki, mamaşı, sənin oğlun bilsən ağayrı, sənin oğlun bilə-bilə 2 nəfər öldürüb. Ona dedi, ölüm hökmü verilib. Və mən isə də onun ölüm hökmünü təsdiq edəmişim. Mənim qardaşım arvaddan gizliyim, mənim anamın adına, mənim öz adına Şveysariya bankına hesab yatışdırıb. Pul yatışdırıb və o puldan biz hələ bu günə qədər də istifadə edirik. Mən pula qarışacaq yoxdur, mən heç zat bilmirəm, kod bilmirəm şeylər. Yoxlaya bilərsin mənim bir həsrəm və mətbəsir. Bəsdir. Səlimov Telman Əci oğlu 1953-cü ilin avqust ayının 18-i, intası bu biraz düz xəbər deyir, 18-i mən mart ayından anadan olmuşam. Anam rəhmətli deyərdi ki, Stalin ölən ay sən anadan oldun, ancaq süt pulun biraz gec gəldi. 18 avqustda sayılırdı. Yəni ki, mən əslində mart ayından anadan olmuşam. 1953-cü ilin Belasibar rayonunda, onda Pushkin rayonu adlanırdı. Ailədə neçə qardaş olmuşsunuz? Bir qardaş. Deməli, o qardaş 1956-cı ildə, məndən böyük idi, o 35 təvəllüd idi, 1935 təvəllüd idi. Səlimov Fərman Səlimxanoğlu. Çox göçək oğlanların biri idi. Həddən artıq söz yeməyən, həddən artıq düzgünlüyü müdafiə edən oğlan idi. Deməli, onun əskəri getməyə mənim yadımda gəlmir, hərbi xidmətə getməyə. Ancaq hərbi xidmətdən otpuska gəlməyə yadımdadır. Hətta məni qucağına götürdü, üzümə dedi ki, qaqa, mən də elə bildim, mənim papamdır. Deməli, mənim böyük qardaşım imiş bu. Nəysə gəldi, arvad, anam rəhmətli görüşdülər. Biraz çətindir danışmaq ancaq. Nəyənim görə özümü toparlayanda. 1969-cu il oktyabr ayının 7-si Böyük Oktyabr Sosialist İnqilabının neçənci il dönümü. Bu adam əskəri, üzr istəyirəm, bu adam əskəri yedi düşür Latviyanın paytaxtı Riga şəhərinə. Riga şəhərində hərbi xidmətini davam edir, o vaxt olub hərbi xidmət 3 il. Bu adam 2 il xidmət eləyəndən sonra bir qadınla tanış olur, qadın hətta yaşda bundan böyük olur. Qadınla tanış olur, qadın mənim qardaşımdan hamil olur. Arvad götürür, o vaxtki Müdafiə Naziri Varaşilov olub. Ona məktub yazır ki, mənim ərim, mən ondan hamiləyəm, rəsmi kağızımız var, zaksımız var, mənim ərimi datsirosun tez hərbi xidmətdən azad eləyin. Oradan cavab gəlir ki, azad olunsun. Şimdi mənim qardaşım bir il tez bırakırlar. Arvadın evi varmışdı, orada yaşayırlar, uşaq olur, adı Telman, Fərman, Mehman. Anam rəhmətli, onun adı Mehman qoydu. Yəni sizin adınıza müvafiq. Hə, elə mənim adımı da Fərman qoyub, Telman. Nəysə, Oktyabr İnqilabının neçənci il dönümü, 1969-cu ildə. Bayram günüdür. Ruslar da elə bilirsiniz də, Rus milləti də belədir ki, içməsə mümkündür də. Həmin gün mənim də qardaşım biraz kefil olub. Evə gələndə bunun qabağını 3 dənə cavan uşaq kəsir. Sigaret ver çəkək. Mənim də qardaşım sigaret çəkən döyürdü. Deyib uşaqlar, bağışlayın, mən sigaret çəkən döyürəm. Var qayıdıb deyirlər ki, sən onda kişi döyürsən ki. Deyib kişi döyürəm də, çıxın gedin yolunuzda da. Bunun biri çıxardıb cibindən velosiped sepin mənim qardaşımın sıfatına çəkib. Mənim qardaşım deyib ki, gedək milisiyada
araştıra da siz məni niyə vurdunuz? Bunun biri qardaşımı söyür. Pis nalayiq söyüşdə verir. Həm də qardaşımın cibində demə bıçaq var. İkisini dərhal öldürür. Dərhal öldürür. Üçüncü qaçır, ona bıçağı tullayır daldan, kürəyində bıçaq gedir. Onu qoymadılar. Mənim qardaşımı həbs eləyirlər. Həbs olunandan sonra bunun istintaqı başlayır. İstintaqda buna müstəntiq Riqanın alim kodeksinin 99-un birinci hissəsini verir, cinayət məcəlləsini. Orada da rastrel, yəni güllələmə var. Bunu verirlər. Heç cür mümkün olmadı. Çünki ölənlərin valideynləri biri general idi, biri polkovnik. Bunlar məhkəməyə təsir edilirlər. Ki, bir dənə qara gəlib burada bizim uşaqlarımızı niyə öldürsün? Amma elə deyir də, mənim qardaşım qara da olsa, o vırıblar onu. Onun ağzı açılır. Ona kim dözər? Hesab adam özünə. Eşdən kimi anamın düz 8 dəfə ürəyə getdi. Artıq dedi də, arvad dur ayağa, da olub da bu sən. Getdik biz Riqa'ya, arvadan ikimiz. Riqa bunların evlərinə getdik. Gecə onların adamı biliblər ki, Səlimovun qardaşı gəlib, anası gəlib. Onlar bıçaq götürüb gəlmişlər eve ki, biz öldürsünlər. Qardaşınızın yanında. Qardaşımın evi. Amma bizi xilas edən arvad oldu. Qardaşımın arvadı baltı ilə durdu qapının ağzında. Boynunuzu atdıracağım, içəri girsiniz. Milisiya ilə onlar rədd oldu, çiğitdi. Siyasi getdik vəkilin yanına. Vəkil dedi ki, narahat olmayın, mən Səlimovu müdafiə edəcəm. Vəkillər kollegiyasının düzü idi. Laslovski, Polyak idi. 1970-ci ildə yanvar ayının 1-i ya 2-si belə. Getdik Moskvaya rəhmətli anamla. Moskvada Pavelitski vağzalında bir ay yatdıq. Vağzalda bir ay yatmaq bilirsiniz nə deməkdir? Bunu nətər, mən cavan uşaq edeyim, arvad olardı bir 55 yaşı. Sizin neçə yaşınız var idi? 16 yaşım vardı. Milislər bilirdi ki, biz bura nəyə gəlmişik. Bir ay bizi onlar üzük qaşı kimi qorudular vağzalda. Bizə yemək alıb gətirdilər. Bilirdilər nəyə gəlmişik. Ancaq öz pulumuzla bizə yemək alırdılar. Nəhayət priyon vaxtı gəldi çatdıq, yəni ki, qəbul vaxtı. Biz Kremldə Brejnevlə görüşdük. Brejnev də onda İstirali Soveti Rəyasət Heyətinin sədri idi və Mərkəzi Komutanın baş katibi. 2 dənə vəzifə aparırdı. Bunun özü kimi də ki, dünyada gözəl portretli kişi yox idi. O cür portret o. Adam kişiyə valih olurdu. Qayıtdı dedi ki, bunlara tərcüməsi verin. Mən nəsə dili qurtarmışım. Tərdim dedim ki, yəni deliz. Ehtiyacım yoxdur tərcüməyə. Dedi ki, sən cücə mənlə danışacaqsan. Dedim, hə. Düz gəldi çənənin altında dur. Dedim, oğlum, mən sana qulaq asıram. Nəyə gəlibsiz? Hardan gəlibsiz və nə məqsədə gəlibsiz? Mən nə əskərlikdə olmuşam hərbi xidmətdə, nə də ki, rus dilində oxumuşam. Mənim bütün qonşularım hamısı rus idi. Ya sredi u них vырос. Yəni ki, onların nəticəsində mən böyüdüm. Ona görə də mən rus dilində belə yaxından həvəsim oldu o dili öyrənməyə. Şimdi dedi saxla. Pushkin rayonu deyəndə Brejnev dedi saxla. Ya dedim mi priyekhali biz Azərbaycandan gəlmişik deyəndə dedi ki Pushkin rayonuna dedi saxla. O rayonu dedi mən əzbər tanıyıram. Ona görə ki orada dedi sərhəd var. İran. Tək mən dedi yox, bütün Sovet hökuməti tanıyır o rayonu. Qayıtdı katibəyə dedi ki bizdə belə bir cinayətkar diyalası var. Dedi bir dəqiqə baxın bir dənə iç gətirərəm. Gətirdi qoydu stolun üstünə dedi buyurun. Açdı dedi o belə bir ah çəkir kişi. Anama dedi ki mamaşı sənin oğlun bilsən ağayrı. Sənin oğlun bilə-bilə 2 nəfər öldürüb.
Ona dedi ölüm hökmü verilib. Və mən isə də onun ölüm hökmünü təsdiq eləmişəm. Hökm dedi 1970-ci il yanvar ayının 14-ü yerinə yetir. Yerinə getirdi. Qardaşınız artıq Artıq həyatda yoxdur. Anam hətta bunun oturdu ayaqqabısından öpdü. Arvadı qaldırdı ya, dedi. Ay ana el eləmə dedi. Allah başının üstündə baxır dedi. Allah başımızın üstündən baxır. Bu günahdır. O elə bir ateizmin təbliğ olunduğu bir dövlətdə, bir cəmiyyətdə o dövlətin lideri deyir ki, Allah başdan baxır. bəli dedi. Etəşə qırıq. Bu günahdır dedi. Vot смотрит. Allah baxır. Olmaz dedi belə şey. Cinayətkar dedi. Nə olsun dedi oğul sənin oğlun. Bu hamının başına gələ bilər dedi. Gərək öldürməyə dedi. Yaralıydı. Niyə öldürüb? Biz nəsə Kremldən çıxdıq çölə. Anam rəhmətli dedi, minək Moskva Bakı qatarına gedək. Dedim, yox. Başıva dönüb, hara gedək? Dedim, Riga. Getdik Riga şəhərinə, 8 saatlıq yoldurdu. Düşdük səhər Rigada. Anamı apardım, qardaşımın evində qoydum. Özüm getdim ali məhkəməyə. Latviyanın ali məhkəməsinə. Mən içəri gələndə gördüm, qardaşımın vəkili çölə çıxır. Bu çölə çıxanda mən dedim ki, salam yoldaş Lastovski. O polyak idi. Dik dayandı qabağımda. Siz kimsiniz, mən sizi tanımıram. Dedim, siz məni tanımırsınız, amma mən sizi əla tanıyıram. Mən Səlimov Fərmanın qardaşıyım. Telman dedim, ha. O adam dit çöktü, ağladı. Dedi, oğlum, mən dedi, hissat eləyə bilmədim, dedi. Hissat. Sənin qardaşının öldürdüyü uşaqların adamları şişkalar idi. Biri general idi, biri polkovnik. Hani kupili studio. Onlar dedi, məhkəməni satın alırlar. Bir neçə dedi, etmişəm Moskvaya, hissat alınmayıb. Dedim, Fərman salamatdır. Dedi, hə, salamatdır. Ha, dedim, ola bilməz. Dedi, and olsun Allah'a salamatdır. Klyanız Boga, onu jiv. Getdik bizə deyir, ali məhkəmədən görüş vərəqə saldı. Brejnevin o dediyi ölüm fərmanı imzalanmışam, o artıq icra olunub. Bunu dediniz mi? Hamısını dedik. Dedi, yalan sözdür. Hamısını yalan danışırlar, dediler. Fizyoloq dedi, hamısı yalan. Bu dəqiqə sizi görüşdürəcəm, dedi fərmanla. Riga'nın sentralni türməsinə getdik. 16-cı etajda saxlayırdılar. İçəridə təqdim elədik, görüş vərəqəsi, boxan kimi belə Riga'nın ali məhkəməsi icazə verib. Dedi, bir dəqiqə gətirəcəyik. 5 dəqiqə gözləyin. Heç 3 dəqiqə gözləmədi, gördü, Naroçinkinə bunu gətirirdi, qandalını. Bu fərmandır da. Gördüm, bunun burası buradan çapıqdır. Qucaqladı, öpüşdük. Anam da öpdü, mən də. Allah heç kimə göstərməsin, ağır dərddir, ağır dərdiydi. Mənə qayıtdım, dedim ki, qaqa, bu alnı niyə çapılıb, dedim, bunu müstəntiq vurub. Dedim, nəyə görə vurub? Dedi ki, mənə dedi, hətta ana söyüşü verdi ki, boynu al, sən öldürübsən onları. Mənə deyir, armaturla vurdu. Biz ona yemək yaparmışdıq, Peridaçı. Hər şey. Onu vermədilər. Dedi, anama dedi, ana, mənim sutkada yediyim bir quruşka sudur, 200 qramlı qara çörək. Su. Mən başqa şey yemirəm, dedi. Çünki vermirlər, dedi mənə. Hətta aşağı düşəndə, dedi, bir dənə konvoy bizə yaxınlaşdı. Peridaçının içində nələri var? Can dərmanı. Dedi, mənim onun sözü sizə demək ixtiyarım yoxdur, məni həbs eləyərlər, yoxsa bel sələr. Gəlməyim bura. Dedim, niyə? Dedi, sənin qardaşın burada yoxdur. Onu gecə saat 2-də türevni qatardan apardılar. Başına torbanı keçirdilər, apardılar.
Növbəti dəfə gələndə bu. Bəli, növbəti dəfə gələndə. Dedi, onu alırlar, özləri yeyirlər. Onlar elə dedi ki, insan deyirlər, dedi onlar. Nəsə qayıtdıq, gəldik. Gəldim evə. Mən məktub yazdım Leonid İliç Brejnevə. Yoldaş Brejnev, nətər olur siz belə deyirsiniz, amma mən ondan ölüm görüş vərəqəsi alıb onu mən sentralda türmədə görüşmüşəm. Bu yalanın üstünü açmaq deməkdir. Düzdürmü? O mənə nə cavab yazsa yaxşıdır. Cavan oğlan, siz bizi yığıbsınız boğaza. Adama nə qədər cavab vermək olur. Neyse. Mənim qardaşım aparırlar güllələməyə. Təsadüfən o da Allahın işidir. Təsadüf nəticəsində mənim qardaşım salamat qalır. Qadın polkovnik olur, 27 yaşında dul qadın və prokuror. O güllələnlərə deyir ki, bura mənə tabidir. Siz kimsiz kimi gülləsiniz. Mənim qardaşım çox göyçək oğlan idi. Həmin qadının mənim qardaşıma nəsə vurulur da. Deyir, məni alsan, mən səni qutarıram gülləlmədən. Deyib, alaram. Deyib, elə yox. Rəsmi. Rəsmiləşdirib, Səlimov Fərman Səlimxan oğlu. Yoxdur artıq. Öldü. Oğlum Mamed İsmail oğlu. Və götürüb özündən aparıb Almaniya şəhərinə. 2 il bundan qabaq Yardımlı rayonundan Alar kəndindən bir nəfər gəldi bizə. Adı Nərimanov Həmzəxan. Salam Melekin dedim, aleyküm salam. Zazolu dedim, buyur. Keçdi ot içərdə bir iskan çay şəkili cibindən çıxırdı. Bunu tanıyırsan dedim, tanımıram. Az qalmışda mənim ürəyim keçir. Mənim qardaşım Fərmandır. Sakit ol. Fərman ölməyib, salamat. Fərman böyük bir sərvətin sahibidir. Eləncə adam deyir, ölər. Orada insanları qoymurlar ölməyə. 130 yaşına qədər saxlayırlar. Həkimlər saf, həkimlər bilikli. Bundakı pulu çoxdur. O adam orada da yaşayır, dəqiqə 90 yaşı var. Nə qədər elədim, onun mənə yerin demədi. Niyə? Dedi, onu mən sənə yerin desəm, sən salamat qalmazsın. Yazıq deyirsən, dedin, ölmək istəyirsən. Bir kəlmə. Təfərrüat demədi, niyə? Ya, dedi, sən istəyirəm ki, sən salamat qalasın. O barədə dedi, məndən soruşma. Dedi, bitki çörək yedi, dedi, keçən il ölüb həmin o. Dedi, yüksək şəkərim var, 88 yaşı var. Və sizin qardaşınızla onun münasibəti necə yaranır, tanışlığı necə yaranır? Dedi, məni Fərman ölümdən qutardı. Mən, dedi, 30 il kalendarla yatmışam. Əgər Fərman olmasaydı, mən axır-axırda Fərmanı tapmışam. Onda dedi, Fərman dedi, gedirdi, qalmır, dedi, aparırdılar. Mən onun hesabına salamat qaldım. Həyatını xilas eləyib. Həyatını xilas eləyib. 30 il yatıb kalendarına. Demək görə balalarına yaxşı pul verib, barbat. Fərmanın adına pul qoyub. Vəssalam, bir də özünün pulu vəssalam qutardı. Artıq hesab deyəməm. Fərman da eləməyib fəllik. Vəkil tutub. Mənim adıma, anamın adına ora banka pulu qoyub. İkimizin adı. Fərman Şveytsarsk ölkə. Anam ölüb, salamat deyir, mən isə salamat. Mən pula qarışacaq yoxdur, mən hesab bilmirəm, kod bilmirəm, şeylə. Yoxlaya bilərsin, mənim bir həsrəm ümmət bəsir. Bəs bilmirəm nə üçün keçir. Çünki onu mənə deyən adam sirri mən açmadı və özü də öldü getdi. İnanmırsınız, gedin yoxlayın. Yardımlı rayonundan Alar kəndi. Nərimanov Həmzəxan. Bax, o mənə gətirdiyi sirri odur. Şəkildə mən o yatırıb, bu da şəkil, mən içi göndərəcəm o şəkildə. Belə çıxır ki, sizin hazırda milyonlarınız var, amma ondan istifadə edir. Eləyə bilmirəm də. Eləyə bilsəydim mən bununla gəzərdim. 7 ildir mənim əhnimdir. Mənim qardaşım Səlimov Fərman sonradan olub da, o Mamed İsmail oğlu. Arvadın böyük əlaqələri olub.
tanınmış şəxslərlə, məsəl üçün o biznesmen qadın olub, tanınmış siyasətçilərlə əlaqəsi olub, məsəl üçün Angela Merkel'lə. Mənə qardaşım lazımdır, amma aldığım məlumata görə qardaşım salamatdır. Və əgər o bizi eşidirsə, bir dənə bizə səda versin ki, mən salamatım. Mən 16 yaşımda onun dalı sürə getmişəm, əziyyət çəkmişəm o cür Riga, Moskvanın arasında yorulmuşam qatardan minib düşməkdən. Necə o fikirləşmir ki, mənim balaca qardaşım var orada. Mən əgər salamatamsa, o salamat olmaz. Bir dənə əlaqə qurmağa nə var ki? Əgər mənim telefon nömrəmi bilmirsə, o 1000 dənə yerdən onu ala bilər. Nə var telefonu tapmağa? Telefon, mən salamatam, ölməmişəm. Bu mənim üçün bəsdir. Bəs övladları necə? İkinci həyat yoldaşından olan, İkinci həyat yoldaşında 5 dənə oğlu var. Birinci həyat yoldaşından da bir dənə oğlan var. Onlar əlaqə qurur. Yo. Burada da olmayıblar. Burada da olmuyorlar, yo. Onun o birinci həyat yoldaşından gələn olan oğlu 4 dəfə gəlib bura. Axırıncı mənim anam möhkəm xəstə idi, o gəldi. O mənə dedi ki, Telman, əmi, mənə maşın al, 100 minədir. Dedim, Slavik, məndə belə summa yoxdur. Bir 10 min düzəldə bilərəm. Dedi, yox, sən nə danırsan? Sən əmi deyirsən ki, məndən küstü getdi. Nikakda de niverini Azərbaycan. Heç vaxt Azərbaycana qayıtmadım. Bəs atasının yaşadığını bilir? Yo, bilir. Bilmirəm o salamat qalarım deyə, yox, həddindən artıq spirtli içkiyə meyilli idi. Gündə 4 paska sigaret çəkirdi. Bilmirəm o salamat qalar ya yox. O vaxtdan onunla O vaxtdan da onunla da əlaqəm kəsildi. 90-cı ilin, 91-ci ilin may ayından əlaqəmiz kəsildi. Ananız da övladını arzulayaraq dünyasına Anam rəhmətə gedəndə təslim olmaq istəmirdi Əzrailə. O gətirdim qardaşımın şəkildə onun sinəsinin üstünə qoyan kimi arvad dünya əlvida dedi. Gözlərini əbədi yumdu. Demək, o şəkil axtarırmış. Fərman deyə öldü mənim anam. Mən o vaxt deyərdi, Telman, Allah səni mənə nə xas vermişmiş. Fərman elətdi. Mən kimin umuduna qalardım burada. Səni Allah mənə nə xas verib. Xəstələndi 4 ay onu mən Bakının balnisası, xəstəxanası qalmadı gəzdirdim. Ağır xəstəlikdən əziyyət çəkirdi. Öz əlimlə dəfn elədim ananı. Qaldım tək. Tək nə olurum? Allah'a şükür ailəm var, 3 dənə uşağım var. 2 qızım var, 1 oğlum var. Normal belə ev, güngül var, bir evimiz var. Tər yaşayırıq da, bir pensiya ilə, maaşla, tər. Hələ mən ona elə bilirəm ki, o mənim atam olub, o qardaşım yox. O cür təsəvvür eləyirəm onu. Nə danışırsınız? Onu mən, bir kəlmə onu mən ekranda görsəm. Onu mənə xəbərin gətirən adam dedi, Telman, sən onu görsən, dedi, o yaşı verməzsən ona. Elə bilsin ki, 40 yaşı var. Sən dedi, ondan qoca görükürsən.